Fəaliyyəti dayandırılmış Zamin Bankın həbsdə olan sabiq sədri Nadir İsmayılovun Böyük Britaniyada olan, daha sonra müsadirə edilən 4,7 milyon manat dəyərində olan evinin hansı ünvanda yerləşdiyi müəyyənləşib. Publikasiya Telegrafa istinadla xəbər verir ki, söhbət Egerton Gardens yaşayış kompleksində yerləşən mənzildən gedir. Chelsea bölgəsində yerləşən mənzilin yaxınlığında elit yaşayış zonaları və muzeylər var. Bu ərazi Londonda çox bahalı və elit yaşayış zonalarından biridir. Mənzil qiymətləri milyonlarla funt sterling dəyərində ölçülür. Binanın inşaat tarixi 1886-cı ilə təsadüf edir. Memarlıq əsasən Viktoriya dövrünə aiddir. Nadir İsmayılov belə bir əmlakın əldən çıxmaması üçün çox çalışıb. Hazırda 17 saylı cəza çəkmə müəssisəsinin sakini olan sabiq bankir kassasiya şikayəti vermək üçün buraxdığı müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsi üçün ali məhkəməyə müraciət edib. Lakin onun şikayəti təmin olunmayıb. Onu da əlavə edək ki, bankirin Birləşmiş Krallığın HSBC bankında Nadir İsmayılov adlı hesabdan ata təyinatı ilə köçürülmüş 2 milyon 470 min Britaniya funt sterlingi də aşkar edilərək müsadirə olunub. Qeyd edək ki, Nadir İsmayılov 2004-2016-cı illərdə Zamin Bankın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 170.3.2 dələduzluq, 179.3.2 mənimsəmə, 308.2 vəzifə səlahiyyətlərindən sui-istifadə və 320.2 bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə ittiham olunub. Məhkəmə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manat qulluq mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə Zamin Bankın bugünə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84.5 milyon manatı Mərkəzi Bank qarşısındadır. O, bir cinayət əməllərinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Nadir İsmayılovun cəzası sonradan 4 il azaldılıb. Sabiq bankirin Bakıdakı bir sıra mülkləri və bahalı avtomobilləri müsadirə olunub. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.